Salam hər kəsə. Bugünkü videomuzda future tense, future simple, gələcək zaman haqqında danışacağıq. Gələcək zaman bilirik ki, ingilis dilində gələcək qeyri-müəyyən zaman, future simple tense form və yaxud to be going to ifadəsi ilə verilir. Gələcək qeyri-müəyyən zamanın müasir ingilis dilində daha çox will ilə istifadə olunur və biz bilirik ki, shall, will köməkçi feilləri də vardır. Gəlin növbəti slaydımızda gələcək zamanın nə vaxt işlədiləcəyi və hansı zaman zərfləri ilə, hansı şəxsi vəzifələrin işlənməsinə baxaq. Gələcək qeyri-müəyyən zaman dedik ki, gələcəkdə baş verəcək hadisələr haqqında danışmaq üçün gələcək zaman istifadə olunur. İki əsas formada işlənilir. Will və going to, qəti və qeyri-qəti gələcəkdə istifadə olunur. Azərbaycan dilində acaq, əcək kimi tərcümə olunur. Will formasının qaydasında əsasən nə vaxt istifadə olunur? İstifadəsi qəfil, qərar və proqnoz haqqında istifadə olunur. I will call you later. Mən səni daha sonra zəng edəcəm. It will rain tomorrow. Sabah yağış yağacaq. Burada proqnoz verilir və bir də vəd verir ki, sabah sənə zəng edəcəm. Bu qaydamız demək olar ki, 7-ci sinifində qaydasında da verilmişdir. Going to ifadəsi, yəni to be going to ifadəsi niyyətində olmaq deməkdir. Və bu zamanlara görə dəyişilir. To be orada am, is, are, going to və üstəgəl feillər istifadə olunur. Planlar, gözlənilən hadisələrdən söhbət gedir. I am going to visit my cousin. Mən uşaqlarına baş çəkəcəm, niyyətindəyəm. Look, he is going to fall. Bu bax, o indi düşəcək. Düşmə niyyətindədir. Going to da dedik ki, niyyətində olmaqdan söhbət gedir. Burada am, is, are cümlənin önünə keçdikdə sual, am, is, are-dan sonra not inkar ədatı artırılıqda isə inkarda verilə bilir. Məsələn, I am not going to visit my cousin dedikdə inkar cümləsi də istifadə olunar. Növbəti slaydımızda isə zaman zərfləri ilə gələcək zaman ən çox işlənmə zaman zərflərini baxırıq. Tomorrow, sabah, next ilə birləşmələr var. Məsələn, next week, gələn həftə, next year, gələn il, next month, gələn ay, next Sunday, gələn bazar, next day, gələn növbəti gün, soon, tezliklə, later, daha sonra, in a few days, bir neçə günə, in 2026, məsələn, biz hal-hazırda 2025-ci ildəyik, bizim bu ildən növbəti gələn il 26, 27, 28-ci, məsələn, yəni üzümüzə gələn illər hamısı biz üçün gələcək zamanla hesab olunur və yaxud this weekend, bu həftə sonu, bu cür zaman zərfləri ilə işlədə bilirik. She will start a new job next month. O gələn ay yeni işə başlayacaq. We are going to travel in a few days. Biz bir neçə günə səyahət etmək niyyətindəyik. Bu formada da işlənə bilər. Növbəti zaman bağlayıcıları, time conjunctionları nələrdir? When, after, before, as soon as, until, while. Bu bağlayıcılarla da sonra indiki zaman işlədilir, amma cümlənin əsas hissəsi gələcək zamanla davam edir. Yəni biz bunu zaman uzlaşmalarında keçmişik ki, when və yaxud if digər bağlayıcılar da var ki, hansı ki onlardan sonra birinci hissədə qeyri-müəyyən zaman, daha növbəti hissədə isə gələcək zamanın istifadəsini bilirik. When I finish my homework, I will watch TV. İşlemi bitirəndən sonra televizora baxacam. Before she goes to bed, she will brush her teeth. Yatağa getməkdən əvvəl o dişlərini fırçalayacaq. Burada görürsünüz ki, bağlayıcılardan sonra mütləq birinci qeyri-müəyyən zaman, yəni indiki sadə zaman, sadə feillər, finish və yaxud üçüncü şəxslər təkindən esnə qəbul olunan feillər, goes bu formada işlənilir. Daha sonra isə gələcək cümlənin ikinci hissəsi gələcək zaman və yaxud əgər bağlayıcılar cümlə ortasında işlədərsə, gələcək zaman birinci hissədə, qeyri-müəyyən isə yenə də bağlayıcılardan sonra işlənir. Burada as soon as long as,
until, till, burada before, after, sonra when, if və sair bağlayıcıları da bu formada işlənə bilir. Will və going to-la işlənən cümlələrə baxaq. Burada cümlələri tamamlamaq üçün mürtəzənin içərisində verilmiş feilləri zamana uyğun, yəni verilmiş zamanda həm də mənaya uyğun olaraq burada proqnoz bildirir, niyyətində olmaqdır, yoxsa qəfil hadisələrdir, gələcəkdə baş verəcək hansısa bir qəfil hadisələrdir və bunları bildirir deyə onlara uyğun yaza bilərsiniz şərh bölməsində. Burada gələcək zamana uyğun slaydda fırlanan virtual çıx və ya kartlar göstərə bilərsiniz. Məsələn üçün, şagirdlər üçün bu feili necə maraqlı edə bilərik? Məsələn, what will you do in 10 years? 10 ilə siz nə edəcəksiniz? What are you going to do this weekend? Bu həftə sonu nələr edəcəksiniz? Etmə niyyətindəsiniz? When will you visit your grandparents? Valideynlə, nənə babalarınızla nə vaxt baş çəkəcəksiniz? Bu oyunların çarxlarla düzəldə bilərik. Word, will of names və ya da Cahinli oyun içində istifadə oluna bilər. Biz bunları sual-cavab kimi də şagirdlərimizlə istifadə edə bilərik. Şagirdlər bu cavaba verəndə, məsələn üçün, when will you visit your grandparents? Şagirdlər cavab verər ki, məsələn üçün, I will visit my grandparents next week. Gələn həftə gedəcəm. Yəni bu formada cümlələrdə istifadə oluna bilər. Daha sonra burada baxdıqdan sonra cümlə yaza bilərik. Will-lə going to bir isə zaman bağlayıcılığı ola bilər. What are you going to do next summer? Gələcək zaman növbəti yayda nə edəcəksən? Bu haqda video tapşırıqlar verə bilərik şagirdlərə. Bu sondakı mövzular isə müəllimlərə bir tapşırıqları daha maraqlı necə edə bilərik nümunələrdir. Məsələn üçün, 3 cümləni birini will, going to-la və yaxud zaman bağlayıcılarını istifadə edərək düzəldə bilərik. Və burada da zaman bağlayıcı ilə cümlə yaz burada verilir. When I finish my homework, I will watch a movie. Buradakı digər I get home, I will do my homework. Burada isə bağlayıcıların, yuxarıda verilmiş bağlayıcılardan istifadə edərik və yaxud nöqtələrin yerinə uyğun formada will və yaxud going to ifadəsini düzgün formasını istifadə edə bilirik. I think it will rain tomorrow bu formada ola bilər. Bu tapşırıqları da şərh bölməmizdə yazsınız. Bir-birimizə dəstək olmuş olarıq və mövzunu bir qısa mövzuda gələcək zamanda will və shall bağlayıcısı da işlənir. Biz bilirik ki, shall I, we ilə işlənir ki, he, she, it, you, they isə will işlənir və hər ikisi acaq, əcək və daha çox qısa formada apostrof el kimi də istifadə edə bilirik. Dinlədiyiniz üçün təşəkkürlər və növbəti dərslərimizin izahında görüşünə qədər. Sağ olun.